Bir neçə gün öncə bir ara ailəsini çəkib sizə göstərmişdim. Orada ana qısır idi, yumurta qoymurdu və bu ara ailəsini başqa bir analı, ancaq zəif ailə ilə birləşdirmişdim. Üstündən təxminən belə hesab edirəm 5-6 gün keçib. İndi həmin ara ailəsini yoxlayacaq görək birləşmə necə baş verib. Əvvəlki günlərdə bunun ağzını açmamışıq. Ancaq qarşısında qəzet qırıqları var. Bu ailə həmin qəzeti yeyib və burada birləşmə gedib. Yallah. Ara ilə sakitdir. Hər ehtimala üstü veririk. Güclü ailə yuxarı çıxıb. Ananın qurd sahəsi genişlənib. Görək ananı tapa bilirikmi? Keçən dəfə qurd sahəsi bu qədər idi. Ana buradadır. Ananı görürsünüz burada. O başınla gözcükləri, yuvacıqları yoxlayır. Boş göz varsa oraya yumurta qoyur. Anaya toxunan işcarlar onun feromonunu bütün yuvaya yayır. Ailədə sabitlik olur. İşlər qaydasında gedir. Əgər ana yoxdursa da 2-3 saat ərzində ailə bilir ki, ana yoxdur. Bunu feromonla müəyyən edirlər. Arıların hamısının ananı görməsi mümkün deyil. Bunun üçün feromon var və həmin feromonun ana arının var olması, ailənin var olması üçün əsas belə deyim, şərtdir. Bu da birləşdirmə zamanı istifadə etdiyimiz qəzetin hazırki vəziyyəti. Arılar orta hissəni yeyiblər və ailə belə birləşib. Hətta birinci mərtəbədən ikinci mərtəbəyə keçmək üçün belə şan hissələri örüblər. Biz ona dalaq deyirik. Örüb 2 mərtəbəni birləşdiriblər. Ara ailəsi rahat birləşdiyi üçün biz yuxarıdakı ailəni artıq eyni ailə sayılır. Yuxarıdakı ailənin çərçivələrini belə deyim aşağı çəkirik. Ana da üzərindədir. Hər iki çərçivə gedir aşağı. Digər çərçivələrin ortasına belə hər iki yanı əvvəlki çərçivələrlə bağlanır. Yeni balalar çıxana kimi maksimum dərəcədə bu ailənin yerini sıx saxlamaq lazımdır. Arxa tərəfdə ballı rampalar var, ballı çərçivələr var. Belə, bu ailə artıq birləşdi. Bizim də problemin biri həll olmuş oldu.